Radio Müstəşar. Söz olan insanların eşitməli sözləri. Çətin yerdən başla. Mən özümü pişkesvət Rakə Türkü görürəm. Bəli, Ərsalan, bizə də işi böyük götürməmişdik. Bizlərə yox, çox böyük. Çox böyük. Çox böyük. Bir dənə mətan bazarı olsa, o bazar onu dolandırar və aparır. Çox düzdür. Gitar Bərqi Təbrizdə təqribən naşinaxta bir zadəsən. Bu yaşa gəlmiş bir həsrətim var. Çox. Rezuməmi çox bəyəndilər filan Behman, fəqət axırda soruşdu ki, sən neçə yaşın var? Biraz qoca görsən. Gözbə Behtərin təhsillər fikirlərimcə qanımda tutmuşam biri bu idi. Əsas edirdim hafizlərin rakının bir heç unvan senxiyyəti yoxdur. Olmaz ki, mən müzik işləyirəm, nə qarşıdan hesab bilməyəm. Bəli. Çox elə uzaq bir bir Afrikada muğamdan danışsan. Düz deyil. Məndə də sən satmısan da, sənə nə fərqi? Gördün ki, Kollan musiqinin qapısını çəklə bağladı. Təfavut fikriyə yetişdik. Yəni tamamilə mayamı qoymuşam da neyniyə bilərdim. Biz orada 28 xət mikrofon məsrəf eləmişdik. Allah əvvələ getdin. Pulun pul bəxti. Qoy şah zamanı Şah. Amaca din. Amaca nəzür deyək. Amaca din gəlsin də, nə olar? Biz bətər edirik, fəqət olmadı. Mən şikəst yemədim ki, mən axirin adamımacan orada savaşdım. Axirin adamım da orada dərvaqı canım verdi bu yolda. Ona xatır pəs elə piruz mənəm. Biz 98 danışanda Məsud yaşır. 98-də Məsud var idi. Dərvaqə şu eybəsa o səhnələrimizin axirləridir. Üzcə səhnə təhvil verək özümüzdən sonraki nəslə də. 80-dan bu elə əmələn məsələn 1 ildən, 1-2 ildən bir nəsl əvəzi olur. Qocaldıqca adam ehsas edir ki, pisdəmişi gəlmişəm. Çox şeylər görmüşük. Eləyə bilərlə belə az nəvazəndə olmaq sözlər olsun demək. Amma belə hazır tolid əsər necə ki görürük, getdikcə biz də əsəri görmürük. 85-də, 84-də mən qaça-qaça vaxtı girdim səhnəyə Təbrizdə. İndiyəcən Təbrizdə heç kəs qaça-qaça Təbriz sənə girməmişdi. Mən 40 yaşından bəri heç ahəng yazmamışam. Və mənim nəzərimə qərar dəyir tamami əfradi ki, varid olub bir amuzuşqaha, oradan Beethoven çıxsın. Amuzuşqalarımızın xurucuları çox qəvidir Təbrizdə. O digə danışaq. Niyə idamə verənmirik o? Amac niyə idamə verəmmişsin ona? Şu doğudan niyə idamə verənmirik? Hansı durbin deyək, amacəm və niyə onu idamə vermişsiniz? Niyə onu idamə vermişsiniz? Mən orada ehsas elədim ki, çökmüşəm. Ki, səhnədə uşaqlar o cür oynurdular. Bəli. Mən o idim ki, illər boyu səhnələrdə qaçmışdım. Və gördüm qaçamıyorum. Vəliəsin Fələki müxabiratına ya bizə üzə şah getsəz, əgər bir dana bir uzun ağ saçlı, gülər üzlü bir insan qarşınıza çıxsa təəccüb eləməyin. Bu adam saçları biraz tez ağardıbdı, vəli ürəyi çox cavandır və ürəyi çox söyməlidir. Karakteri də çox söyməlidir və bu adam o adamdır ki, bizim şəhrimizə bir dənə taza bir musiqi fəlsəfəsi tanıdıbdı. O adamdır ki, cavanlığın qoyubdu ki, Təbriz rock musiqisi ilə tanış olsun, Gitar Bərqi ilə tanış olsun. Və uzun illərdən sonra işi yetirib ora ki, bir dənə çox gözəl kitab yazıbdı Gitar Bərqi haqqında. Can dostlar, dəyərli radio müstəşar yoldaşları, salam. Hər vaxtınız xeyir olsun. Mən Aydın Namdar, bura Təbriz Radio Müstəşar studiosu. Və mən çox sevinirəm ki, bir taza epizoduna sizin qulluğunuz deyəm və bir dənə çox dəyərli muzisyen Ərsalan Müdərris adında bu epizodda mənim qonağımdır. Ərsalanla çox alçaq ucalar danışmışıq bu epizodda, çox eşitməlidir. Bundan danışmışıq ki, Ərsalan-gilin konsertlərində nələr keçir, albomlarında nələr yaşanır, musiqi amuzişgahlarında nələr təcrübə olur və çox daha eşitməli sözlər. Epizodu başlamadan bizə yardımcı olun, bizə arxa durun, nə cür? Şəbəkə ictimaizdə səhifələrinizdə paylaşın və bildirin dostlarınıza ki, bunlar qulaq asmalı sözlərdilər. Əgər də bizi YouTube-dan izləyirsiniz, subscribe düyməsini basın, onun böyründəki zingronun da rəngini dəyişin. Sağ olun, var olun.
Ərsələn can, xoş gəlmisiniz. Xoş görmüşük. Axşamınız xeyir. Necəsiz? Yaşayasınız. Bu gün çarşənbə ayın 3-üdür. De gülüm nə? Çarşənbə bəhmən ayın 3-ü 1403. Axşam saat 707-dir ki, biz danışığımızı başlayırıq. Bəh, bəh. Xoş. Şəhrivər lənətidən başlayırıq. Çətin yerdən başla. Ha. Hardan gəlir dastanı nə mənə? Çox sözüm var ha, çox soruşmalım vardı biləndən. Və həmişə özümün zehnimdə idi ki, bu şəhrivər lənəti nə mənədir? Sən əl çəkmisən bundan. Belə başlayayım ki, mən Şəhrivər ayı dünyaya gəlmişəm. Biraz söymərəm da Şəhrivəri. Həm be xatirə elə o təvəllüd bərnaməsi. 2000-cisi kollan mən soyuq ayları söymərəm. Şəhrivər soyuqdur. İstir soyuq. Düşsən ayrı söhbətdir ha. Şəhrivər soyuq aydır. O pəyamın o gətirir də. Onunla istir başlaya. Şeirin içində də var ki, bu Mərgəmən ta Esfəndi filan. O در واقع به نوعی استعاری surətdə qış, soyuqluq filan hamısı bir munzəcir konanda və əziyyət verən bir fəzanə şeylər. Ben onun o peyğəmbərin danlıram da ki, yenə gəldin pis xəbər gətirdin. Hansı ildə yazmısan bunu? Dəqiq deyəməyəcəm, amma fikr edirəm 96 ya 95 idi. 96-97. Xoş, indi 7 il, 8 il, 9 il keçir o tarixdən təqribən. Və aya yenə də təvəllüdünə görə o hissin var? Yox. Qocaldıqca adam ehsas edir ki, pisdəmiş ki, gəlmişəm. Çox şeylər görmüşük. Bu təhəvvüldən danışaq. Yəni bu 6-7 ildə Şəhrivər lənəti indi yazılmazdı da. Bəli. Xeyli xoş. O yazılan gündən indiyə səndə nə təhəvvüllər yaşanıb və hardan gəlir? Bilmirəm, bəlkə də bu o 40 yaşındalın bir şey var deyirlər ki, 40 rədd olandan sonra bir dünya dəyişilir, bir ayrı bir baxış açılır adamın gözünə. Bəlkə də ondandır ki, da şuur o şeylə adam məsailə bərxurd eləmir. Bir miqdar tərcihən əqlanitər başlayır düşünməyə. Bir miqdar səhil məsailin kənarından rədd ola ta ki, o cavanlıq dövrəsi kimi atıla tamamı məsailin düz vəsətinə arasına. Ehtimal verirəm ki, bu cəryandır. Yəni, bir miqdar 40 yaşındalığın təsiri idi tamamı bunlar. Və bir daha da bizzət deyim biləvə ki, mən 40 yaşından bəri heç ahəng yazmamışam. Niyə? Bilmim, elə şahid o da elə həmandandır. Yəni təqribən bir dövrəyi ki, axir ahənglərimi yazdım, elə həman Şəhrivər ahəngi idi, ondan sonra biraz işıq idi, türk şeiri idi. Və o dövrədə qanatsız idi, bir üç dənə ahəng bir yerdə şey oldu ki, nəhayətə müncər oldu albomaya Şəhrivər lənətinin dərvaqa çıxmağına. Bunlar hamısı bir dövrəyi xassınki idilər, həmən 95-96, nəhayət 97. Elə ki, bir müddət varədə fazı 40 yaşındalıq olduqda kəsildi. O dilə tutuldu, bilməm nə oldu. Yazmısan, bəyənməmisən ya yazmamısan? Yazmışam, bəyənməmişəm. Niyə? Biraz muhtatlıq, biraz... Da yapışmır. O cür ki, məsələn, birazcık yazdıqdan sonra çox keyfinlə uşaqlarını paylaşdım. Cəmman işləyək. Çox gözəl işdir o iş. Yəni özüm keyf edirdim, özüm söyürdüm və tez milladan təmas tutdum ki, bir daha taz iş var, bunu işləyək və işləndi də qəşəngdir işlər çıxdı, özüm söydüyüm işlərdəndir. Hakəza Şəhrivər lənəti, ondan sonra bir tütəydə də o dövrədəki işlər, Pəncəbə izafə yeyək, ondan sonra qanatsız ki, o çox bəyənilən işlərdəndir filan. Vəli ondan sonra da o şuur o şok gəlmədi biləmə ki, yazandan sonra deyəm uşaqlar cəmman işləyək. Xoş, bir dənə burada dastan var. Fikri sən da yazmayacaqsan? Ya yazandan sonra məsələn o şok olmasa nə olacaq? Gəh yazasan da. Bir miqdar həqiqəti mətləb
bari kari amuzuşgah icazə vermir ki, o fikrim o qədər rahatlaşsın ki, oturam bir dənə şeiri qutaram. Oturam bir dənə yazıram yarıya can, ondan sonra bir ittifaqı düşür, bir məsələyi qabağa gəlir. Pərakəndə olandan sonra da tazdan həman xətti tutub gedən biri. Oldu. Mütəvəccüh. Hop, niyə Ayrı Adamın şeirinə yazmısan? Var, Ayrı Adamın şeirində də bir 3 dənə işlərdən vardır. Şəhvər Lənətinin albomunda Ələkbəri Ağitəbarın Bəd əz mən şeirinə bir dənə şeydi. O da elə təqribən o dövrədə yazdım. Ondan sonra test eləməm, bilmirəm. 3 seri test elədim, klassik şeirlərdən intixab eləyən bir işləyəm. Ehsas elədim ki, yamaq olur. Bildim. Həman cür ki, məsələn, biz cavandıq, onda Oğam qrupu çıxmışdı. Bizim Hafizin şeirlərin zanusunda işləyirdilər filan Behman. Mən o vaxtdan Oğamı söymədim, elə o klassik şeirlərinə görə. Ehsas edirdim, Hafizin Rakının bir heç onvan senxiyyəti yoxdur. Nə qədər Rakıda şur o dəvət be, در واقع o şur o şəf o filan Behman var. Ey belə Hafiz dəvət edir, bir aramış, bir özündə olmaq. Bəli. Ona görə bir senxiyyət tapanmırdım bunların arasında, söymürdüm. Əvaxırda bir istədim, özüm də həman işi görüb, gördüm yox, elə Kəmakan o... Kimin şeirləri ilə? Klasik şeirlərə başvurdum, Mevlaviyə başvurdum, Hafizə başvurdum və gördüm ki, yox, ya mən eləyəmirəm, ya cür gəlmir, olmur. Oldu, çox qəşəng. Əlbəttə, Ərsalan, sən bu müddətdə zatlı, quşənəşində dəyirdin, yəni çoxlu işlər görmüsən. Hala danışacağıq bu görüşdə. Müntaha bir də bizə də işarə eləyim, bu cəzzabdır. Sən radio müstəşarın əvvəl qonağısan ki, 2000-ci seridir biz sənin qulluğun deyil. Bəli. Bir dəfə 98-də səndən fəqət səsli danışmışıq. O zaman radio müstəşar fəqət səs üstündə idi. Bəli. Və bir də indidir ki, 2000-ci seri gəlmiş. 98, mən bir adım da Bəli, zamandır və elə qəşəng zaman keçdi. 98-in yayında idi da ki, biz onları zəbt elədik. Amma niyə? Niyə bu ittifaq düşdü? Bunu mən deyim ki, sən niyə mən səndən bir də dəvət edirəm? Əvvələn çox məmnun ki, mənim dəvətimi qəbullandın. Bilirəm ki, hər zaman gözəldir. Yaşa. Bilirəm ki, çarşənbələr sənin klaslarında çox doludur və bizdən ötürü klas kəncil eləmirsən. Hala mexanizminə görə də danışarıq ki, mən zəhvirdim, nə dedim, sən nə dedin, mən də buradayım, o heç. Amma niyə sən bir də radio müstəşardasan? Əvvələn ki, mən 3 nəfər o dövranın qonaqlarından zehnimdə vardı ki, bunlarla görüntülü də danışam. Hala o birisi 2 nəfəri demirəm, biri sizi düz, mən indi çox söyünürəm ki, xidmət istəyəm. Bir də həqiqətən siz o 2 dana, der vaxtı 98 ilə bu 2 zəbtin arasında çox böyük işlər görmüsünüz. Çox mühüm işlər görmüsünüz. Bu albom mübarək çıxıbdı, kitabınız çıxıbdı, konsertiz olubdu. Bunlar çox dəyərli ittifaqlardılar və biz bunların hamısından danışacağıq Muntaha. Əgər fikirsən gecik onlardan bu tezliğə danışaq, biraz işimiz var. Biraz işimiz var. Gedək Hacəttepe və tarixi hünərdən danışaq. Bəli. Nə oldu oradan baş çıxartdın Ərsalan? Biraz çoxlar qabağa der vaxtı qədim tərə gedim. O zamana qeydirəm ki... Qədim tər, bilirsən da Təbrizdə 4 dana tarix var. 4 dana der vaxtı zaman var. 5 dana da bir geçmiş, indi, gələcək, şah zamanı. Bir daha da var, nədir? Pulun pul vaxtı. Pulun pul vaxtı özü bir dana doğru tarixidir. İndi sən geysən pulun pul vaxtına. Pulun pulu vaxtı idi doğudan. O da öyleydi ki Ağay Əhmədi Nicət Riyasət Cumhuriyə geçdilər. Və bir seri təğyir təhvülatı در حوزه ارشاد و فرهنگ و ارشاد انجام tapdı və riyasət irşadı ki Azərbaycan şərqə verildi. Kollan musiqinin qapısını çəklə bağladılar. Və bizdə bir istirzaqımız buradan idi və oradan səyirdik işləyək. Kollan bir naumidi əcibət də çarıldı. Bir iş görənməyəcəyik da. Və bu xas bir səbçidə tutmurdu. Elə tamamiyə səbçilər əmələn qapısını çəklə bağladı o dövrə.
Baş oldu ki, xub, mən mühacirətə fikirləşəm. Və Begol dedi o mühacirəti ki, onları ki pullar yoxdur, qəşəng mühacirət eləsinlər də dəmə dəsti Türkiyədir. Bir yol dəmə dəsti özümüzü saldıq ora ki, hala benoy bıraq gedək də. Yəni qaçmış olaq. Qaçmış olaq, bəli. Çünki bu şərait ki, burada fərahəm olmuşdu. Vaqəən bizlər üçün qabil edamə dəyirdi. Olmurdu. İcra verəmirdik. Ondan sonra təbiətən qapısı bağlanmışdı. O isterzaqımızın qapısı bağlanmışdı. Və bu çıxıb bu tərəfdən kilaslar da hardan dolur. Biz hardan özümüzü mərif edirik. Təbiətən icralardan mərif edirik ki, o tərəfdən kilaslar şey olsun, porjonaq olsun. Təbiət bu tərəf bağlanmışdı, o tərəfdə təbiətən çox oft eləmişdi. Mən getdim Türkiyə və deyim, xub, orada bəray qalmaq, hətta əgər bir danışçuyu bir bərnamə olsun. Getdim konservatuvara. Rezuməmi çox bəyəndilər filan Behman, fəqət axırda soruşdu ki, sən neçə yaşın var? Biraz qoca görsən. Hansı il? Onda da bir belə qoca dərdim. Təqribən 30'lu yaşlarım idi. 29-30 o dövbəridir. Dedim bu cür. Dey, aha. Elə bir olmadı o iş. Elə biz 24 yaşacan götürürük konservatuvarda. Ondan sonra səncə benoy o teorik və şey qismətlərə keçəsən də, nəvazəndəgi falan da sənin vaxtın keçibdir. Bu oldu ki, mən iqdam elədim ki, qismət-i teoridən nə mənə geçim. Xub, tarix və fəlsəfi onlara çox əlaqəm vardı. Zaten rock musiqisinə girmamın bir dəlili də bu idi ki, rockda çox çalışhay ictimai, çalışhay dərunkavi bu ittifaqat düşür şeirlərində. İnsan və ictimai insan və در واقع o şey ki, insanın mühitində ittifaq düşür. Bu musiqidə çox nəqd olur. Ta məsələn bəqiyə janrlar. Ona görə çox cəzzabıdır bu qəziyə biləmə və oldu ki, mən barədə hitəyə tarix hünər oldum və çox da xoşalam indi ki, cözbə behtarin təslimlər fikirlərim zindəqanımda tutmuşam biri bu idi. Payannaməvi bir seri sənin evində oturmuşduq, həm danışırdıq. Payannamə nə mənə idi? Bunu danışaq. Payannaməm biraz پیچیده qəziyyə idi. حالا نقاشی و هنرهای تجسمی بابتیndən baxsaq, نقاشی صفویه و قاجار یعنی اواخر صفوی اوایل قاجار که bir اتفاقهایی düşür, تاثیر در واقع نقاشی غرب وارد olur bir miktar miniatürهای ایرانیه و bir تغییر form و şekil ittifak düşür burada. Bu bir tərəfə dastandı ama به لحاظ موضوعی bold شدن در واقع bir dana nəqqaşiydi ki çel sütunun duvarında vardı və cəngi çaldıranı göstərirdi. Və bu o tərəflilərə sual idi ki, çaldıranda siz utmamısınız. Və nəcəb bunu məsələn bir dana kaxızın duvarına çəkmişsiniz. Və çox çalışlı bir cavabı nə idi? Cevabı idi ki, xub bizim zehniyyəti İranidə bu vardı ki, əgər ta çəng ba çəng o dəndam becəngəm, mən piruzam. Yəni tamamı mayamı qoymuşam da neyniyə bilərdim. O top tüfəyinlə cəb, mənim top tüfəyim də yoxudu, vəli axirin qətrəyi xunaca həman şey ki, biz sonralar da bundan müvacə idik. Axirin qətrəyi xunacan savaşmışam. Bəs bu özü bir dana piruzudur. Yəni bir daha nəgərişi ictimaidən naşı olur bu qəziyyə. Tərəfə müqabildir. Xub, mən o savaşı təqribən mən utmuşam. Çünki siz meydanı xali eləmişsiniz və mən gəlmişəm, Təbrizdə fəth eləmişəm saldırandan sonra. Vəli xub, bizim baxışımızda bu var ki, biz bətər idik, fəqət olmadı. Mən ki, kəs yemədim ki, mən axirin adamımacan orada savaşdım. Axirin adamım da orada dərvaqı canım verdi bu yolda. Ona xatır pəs elə piruz mənəm. Calibdir. Xoş, Ərsalan, istəyirəm bu müddətdə gördüyün işləri yap axir mincidən gedək əşaya. Və yap axir mincisi bu kitabdır ki, xoş, sağ ol, mənə də lütf edib bir nüsxəsini töhfə vermisən. Gitar elektrik və dərbarə an. Bu kitabı bir açıqla, çox cəzzab bir kitabdır və başlayaq da elə buradan başlayaq gedək.
Kitab Gitar Elektrik və Dərbarı An çoxdandır. Mən təqribən بیشتر از deyə biləm 15 ildən çoxdur bunun üstündə işləyirəm. Niyə işləyirəm? Xop, çünki bu saz mənim təxəssüs sazımdır. Və mən xop o dövrələr bilmirdim ki, nə deyirdim, belə gitarın qiyafəsi, rəngi filanı fərq eləsin, məsələn səsdə fərq elər. Heç quna bizə ittilaatı o dövrdə verilmirdi. Heç internet yox idi, vizət yox idi. Ta ki bir iki dənə xarici kitabla və mənbəylə aşina oldum, gördüm gitarın təxtəsi, piçi, mıxı, nə bilim simi, belə onun üstündə hər nə mənə vardı, bunun səsinə təsir qoyur. Ona xatir hər gitarın şinasnaməsi vaxtı siz gedirsiniz, xərid eləyərsiniz bir dənə saytdan, bir dənə vizatdan, bir dənə şinasnamə açır biləcək. Ki bunun dana-dana hansı piçinə در واقع cinsdəndir, təxtəsi nədir, üstün təxtəsi nədir, altın təxtəsi nədir, dəstəsi hansı təxtədəndir, dəstə nə cür yapışıb bədəniyə, piçlə yapışıb, çəsplə yapışıb, nə filan filan. Bu çox göstərdə bir dənə dastanı vardı ki, bunların hamısı gitarın səsinə təsir qozardı. Və mən düşdüm təhqiqə çox belə təsir qozardı. Hansı təxtə nə təsir qoyar, hansı cinsə piç nə təsir qoyar, sim nə mənossa nə təsir qoyar və. Bir seri elə kitablardan, bir seri katalogهای خود bu gitarlar ki tolid edirdilər. Türkiyədə xoşbəxtانه bir üç dənə təmirkar çox karbələd gitarla aşina olmuşdu. Mərdəm orada gitarımı aparardım, onlar baxsın eləsinə də dostluğumuz düzəlmişdi və oturardıq, danışardıq, elərdik və çox itilatlı onlardan bir sürətdə təcrübi kəsb elədim ki, bu belə eləsən belə olar, elə eləsən elə olar filan. Yəni bir də məcmuəyi az təcrübələrdir. Çə özümün təcrübələrim, çoxbislərin təcrübələri, çə bir seri kitabları ki yazılıb bu barədə. Çox iddia edirəm ki, kamil bir zatdır gitara görə. Çünki gitar elektrik sazay klasiklə, ondan sonra o sünnəti sazlarla qabiliyyət deyil. Bu bir dənə modern bir sazdır. Səsinin çıxmağına tək sazın özü dəyir. Amplifier təsir qoyur, effektləri ki, vəsətdə istifadə edirik, təsir qoyur. Uşaqların çoxu effektlərdən istifadə edir. Bizə klastorumuz tutasız aşağıda. Ha, elə onlar nə mənadır? Onlar ümumən uşaqların çoxu başarmır istifadəsini, bilmirlər neynəsinlər filan. Onlara razı ittilat vermişəm ki, hansının nə cür istifadə ola bilər və gözəl qisməti burada oldu ki, bunlara bir seri videolar təhiyyə elədik və kitabın qisməti təsvirisi də var. Ki saytımıza o barkodi kitabın üstündə var, onu eləyə bilir uşaqlar var. Sayt olsun da və o video, amuzişi videolarını da görsünlər. Gözəl, mən bu kitabı tanıdım. İntişarat-ı Surud müntəşir eləyibdi. Gitar Elektrik və Dərbarı An və həmrah videohay amuzişi. Ərsalan müdərris yazıcısıdır. Huruf Niqari Səfarai Mehdad Qorginzadə. Tərh cild mənim əziz dostum Əli İqbali. Birinci çap 1403. Bu kitabdan bir şey kazandınız? Ya cihaz qoşdunuz? Cihaz qoşurlar bu kitablara. Bəli. Neçə qoşdunuz? Söyləmirsən demə ha. Yo. Xoşbəxtانه sağ olsun Cənab Fərzadə Səlimzadə, əziz dostumuz. Bani o şey oldu ki, biz intişarat suruduna, məsələn ayrı intişarata verəm. Bunlar deyirlər ki, heyfdir. Yəni bir dənə benam intişarat bu işi görsün. Və intişarat surud da zərzəmini musiqi kitabları çox fəal və benam intişaratlardandır. Bir yol bizimlə bunları aşina elədilər, danışdıq filan behman. Əvvəl intişarat surud bir rəqəmi mənə dedi. Ki bu rəqəmi sərmayə quzarı elə, bir yol ta bu kitab çap olsun və hala məsələn bu filan dərsət furuşdan sənə verildik, filan dərsət bizimki olar və büzürsün. Mən qəbul elədim. Sonra bunlar deyirlər ki, biz o bəd az cələsə-i həyəti müdirə nəticəyi kamili sənə verək. Cələsə-i həyəti müdirədən sonra zərf edilə mənə ki, biz bu kitabı səndən alırıq. Yəni sən sərmayə quzarı eləmə. Furuşu bizdən bəyənmişdilər zahirən kolliyyəti kitabı və sənə fəqət haqqı təlif təalluq tapsın. Bir dəfiyə? Yəni təcrid çaplarda da? Təcrid çaplarda təbiətən o ba dərsədə xas icalat qiymətdə gələcək usta, o da fərq eləyəcək. Bənabərin mən xas bir sərmayə quzarı xası eləmədim. Bu babətdən çox təbrik deyirəm.
Çünki bu dövrdə çətin kitabı naşir alar. Bəli. Bu çox böyük müvəffəqiyyətdir Mən və çox təbrik zeynimə edirəm. qoymuşdum ki, bir dənə sərmayə qoyacağıq və batıracağıq. Bəli. Bir dənə acı bir həqiqət var. Hala haşa sizin huzurunuzdan kitab yazanlar indi çox bətər məsələn özlərini göstərmək dalısıcanlar ki, mənim kitabım var. Mənim kitabım var. Elə hər nə ələ də gəlir yazırlar. Bir daha da bir əhs vururlar cildinə ki, öz əhsləridir. Bəd kullidə pul xərcləyirlər, mobil satırlar, bilməm filan, onu çap elə ki, mənim kitabım vardı. Odur ki, əsən kitab bazarının da ozası əslən yaxçı deyir və mən indi eşitdim ki, bunu sizdən alıblar haqqı tərifin dəyəri gözümdə neçə bərabər oldu. Çox təbrik edirəm. Bunu nə cür ala bilərlər bizi görənlər, eşidənlər? Məndə də sən satmısan da, sənə nə fərqi? Yox, linki da almayalım. Linki xəridi vardı. Mən verərsiniz ki, biz descriptionimizdə də qoyarıq. Instagramıma da qoymuşam, oradan vardı olub xəridi internetdə eləyə bilirlər. Oldu. Çox qəşəng. Gedək sizin Təbriz konsertisi danışaq. Bundan qabaq Təbriz bir dənə eşidənə dəyər çox bəladır. Maşallah. Gedək Təbriz konserti. Təbriz konserti çox əla idi. Çox əla. Mən bir dənə nəqd yazmışdım, müntəşir eləmədin onu. Niyə? Həvaşisindən diskindim. Biraz çox haşiyələrə söymürəm girişəmdə. Dedim ki, bizə yumuşadaq da. 40 yaşından sonra bir görsən mən bir zaman həvaşinin arasında İndi nə bəyənməsən yoracaqsan 40-a da, hə. Xeyli. Xoş, mən dedim də ola təltif eləyək, müntəşir eləyək. Mən var idim. Var vallahi, indi də var. Xeyli xoş. Mən Kəmalkan o konsertə müntəqidə. Açaq danışaq. Açaq danışaq üçün elə qalan da budur. Bəli. Əvvələn çox dəyərli işidir. Bir dənə o yazımda da var idi. Bir dənə bir zad ki, əcib mənə ləzzət verdi. Məsələn, apardı məni bir ayrı yerlərə. O da budur ki, sənin şahidlərin səndən ayaq çalırdılar. Bu indi musiqiçi dostlarımız və musiqi müəllimi olan dostlarımız məndən inciməsinlər ha. İndi çox az müəllimdə bu vardı. Ki, şairdi çalsın. Sənin şahidlərin səndən ayaq çalırdılar. Hala Aylinə Zənciri, Sədrə Gərdişi, Melika Kaşimir və o birisi dostlarımıza danışacaqlar, gəl bu uşaqların gəl adları gələ. Həm çox gözəl çalırdılar. Həm çox gözəl səhnə idarə edirdilər. Çünki axı səhnədə olan bilir ki, o səhnə mədəniyyəti nə mənədir, nə qədər çətindir, nə qədər fişarlıdır. Bəli, Ərsalan bizə də işi böyük götürməmişdik. Bizlərə yox, çox böyük. Çox böyük. Çox böyük. Biz qəbli seri mınla da böyük götürmüşdük. Onda da elə bu müşkülatla müvaciə olduq üçün o sayıza az işə. Təbrizdə nə salonumuz var, nə təchizat texnolojikimiz var. Bu seri biraz azaltdıq ki, bəyə o müşkülat biraz azaldı da. Mütəəssifانه heç təfavüt eləmədi. Həmin müşkülatla dərk edirik. Yəni biz lazım texnolojik biz o həcm az səsə vaqəən bu şəhərdə texnolojimiz yoxdur. Vəsailimiz yoxdur. Nəfəri bəkar bələdimiz yoxdur ki, o həcm az səsə eləyə bilsin, kontrol eləsin. Səsçi əslən yaxçı deyil. Əslən yaxçı deyildi. Və bizim böyük müşkülümüz oydu, ayrı müşkülümüz yox. Fəqət elə oyu deyil. Əlbəttə bir miqdarda hala məsələn mən öz nəzərimi deyirəm ha, siz həttəmən ki məndən yaxçılar görmüsüz və bilmüsüz ki, niyə? Bəli, məsələn, mən stringlərin o tərkibə izafələşməyi bu əsərlərdə mənə belə gəlirdi ki, demişik, bir dana da bir gül buna izafələdək, bir daha da bir gül sancaq bunun bir yaxasına, bir cür gəlirdi biləmə. Yəni, mən stringlər, vokallarınızı çox bəyəndim. Bəli, stringlərinizi elə, nəkə onlar pis çalırdılar. Biraz yamaq kimin gəldi mənim zehnimə? Şayət bundan olar ki, səs qəşəng deyirdi. Düzdür. O səs ayrımı orada ittifaq düşmürdü. Və deyim, bu da kamilən zəif texnolojik şeydən idi. Yəni, dəstgahlar içi var idi, bandlar içi var idi, xüsusən mikrofonlar içi var idi. Heç bir erfəyi mikrofon dəyirdi, elə dəmə dəsti toy mikrofonuna. Yəni, çünki teydadımız çox idi. Quruplar içi elə ki, payəsə davərdar içi gedirlər. Bunların arasında 4-5 dənə mikrofon olar. Sonra bir daha qrupda 4-5 dənə mikrofondan çox əmələn məsrəf olmaz. Biz orada 28 xət mikrofon məsrəf eləmişdik. Bir yıl
çoxdur. Yəni 4 xətt dram özü bir dana dastandır ki, nəhəd mikrofon şeylir, 4 xətt fəqət back vokalımız vardı. Be izafə کل ارکستر زهی و badi به اضافه خواننده filan fikirdə ki, bir belə mikrofonun humi və feedbacki elə kafidir ki, biraz da səbərdar naşossa dünya vura bibinə. Dəqiqə. Xop, bu konserti danışacağıq. Müntəha səs və mikrofon söhbəti gəlmişkən mən radio müstəşarın səs mühəndisi Puya Faqididən çox məmnunam ki, bizim səsimizi sizə yetirir. Çox sağ olsun. Var olsun. Xop, bir dənə bir zat mənim ürəyimi acıtır. Zeytun qruhu, çox qədimi qruhdur. Çox qədimi qruh. Vəli çox nəvəsanınandır. Bəli. Çox nəvəsanınandır. Yəni mən söyərdim ki, zeytunçuların yaşlanmağını elə səhnədə görüm. Bu bilmirəm. İndi qutulanda deyəcəksən ki, məsələn, bilmirəm ki, məsələn, çox mənfi danışdım. Müsbətlərə də yetişəcəyik ha. Müsbətlər bir dənə, iki dənə deyil. Mən üçün zeytunun müxatəbiyəm. Mən üçün zeytunun sevənlərindənəm. Mən çox söyərdim o tərkib. Xop, Allah Bəhram Səffariyə rəhmət eləsin. Biz üçün keçən epizodla bunları danışmışıq da mən bir də qeyd etmirəm o söhbətlərə. Vəli həttəmən dostlarımızı dəvət edirəm ki, keçən epizodumuzda qulaq assınlar. Bəli, bunu nə etməliyik bərsə? Təhsildə dəysiniz ha. İndi harayda da vəziyyət həmandır, bilmirəm. Yəni ansambıllar bir yerdən başlayıb bahəm qocalmırlar. Bəli. Türkiyədə bu dastan ya məsələn Bakıda görürsüz, Xarı Bülbül ansamblı illərdir işləyir. Taksim Trio illərdir işləyir. Burası cavanlıqlarında. Məsələn bu Zeytunda niyə yoxdur və nə etməliyik? Belə deyim. Bir daha bu mediaların biri neçə bir çay qabadı bir daha elə müsahibəmiz oldu. Orada da bunu dedim. Bir dənə mətan bazarı olsa, o bazar onu dolandırır və aparır. Çox düzdür. Biz vaxtı bu bazarı bir surəti kamil, təkmil tapanmırıq burada. Təbiətən arada qırıntılar olur. Yəni biri daha istəmir idamə versin o şəraitinə. Çünki əsas sərf eləmir biləsinə, belə vaxt qoymağına. Və çəkilir kənara. Zeytun 70 tarixi təşkildən tutsan 78-dən biz varıq. Əvvəlin icramızdan tutsan 80-dan biz varıq. Yəni indi 25 ilə yaxındır ki, bu adda fəaliyyət elirəm və dostlarımla bahəm. Hala bunlarda gəl olubdur, biri gedibdir, biri gəlibdir və çox təğyirat olubdur həmişə. Bir daha sən sabit qalmısan. Bəli. Bir daha sən sabit. Bir mən sabit qalmışam. Bunu deyirəm, məsələn, arada bizim bir dənə elə o Doğran Əhməd Nicotoş, mən də qoydum, çıxdım, getdim. Bir 5 il, 6 ilə yaxın kullən sukutumuz var. Heysət yoxdur. Və çox təbiidir ki, nəfərati ki o zaman vardı. Ondan sonra qalmasın, 6-da mümkündür bu ayrı iş qoşub özünə. Əslən, ona xatır dəstərsimiz yoxdur o tərəfə. Və ya Bəhram Səfari kimi əziz dostlarımız ki, fot elədi və aramızda dəyirdi. Və. Yəni, bir daha bizim təğyir janrımız da oldu. Biz əvvəl başlayanda pop başlamışdıq. Mən bilirsən ki, mən rock musiqisi söyərəm. Elə əvvəldən də istirdim o şərait üçün. Vəli, o zaman bu tip musiqiyə bəstər fərahəm dərdi. Mücəvviz vermişdilər və qabili qəbul bir də aslında dərdi. Ona xatir icbari surətdə biz bir ayrı tərkib ilə başladıq. Məsələn, tumbası vardı içində və ayrı bir sazlar. Bir ki, 83-dən ki, bir miqdar fəza açıldı filan da formatı çöndərdik. Bir seri təğyirat da bu şeylərin üstündə olub. Ona xatir, yəni nəvəsani ki, nəzərə gəlir, çoxtər bir xatirə bir miqdar bazar deyib. Əgər bu bir daha müstəmərriş olsaydı, o arada 5-6 il gəp olmasaydı, biz eləyə bilsəydik hər il 3 dənə, 4 dənə konsertdir həttəmən verək. Xob, mən mütməinnəm ki, indi o təydad, o nəfərati ki, orada var idi. İndi eybəsə, məsələn, biri ya ikisi, məsələn, bir dəlil turani bu da nə zaman? 25 il az zaman dəyir. Məsələn, kənara çəkilmişdi, ya bu işin dəyişdirmişdi, ayrı şey vardı, bu hər dəlili. Bücür olmamışdı da, kolliyə nəfərət neçə dəfə dəyişilmiş olsun. Bir daha da bir söz dedim, Raci bəy, bu ki, əziz hünərcülarım məndən çalırdılar. Elə Zeytunda əvvəldən odur. Yəni,
əvail icralardan ki, məsələn, çox əziz yoldaşım, qardaşım Fərzan Məhini bizə gitar çalırdı. Fərzan mənlə gitar işləmişdi. Bəli. Yəni beni Siz kim idiniz əvvəldə? Fərzan Məhini idi, Məmməd Abidinzadə idi. lap əvvələ getdin. Pulun pul vaxtı. Qoy şah zamanına Şah. Şah zamanında mən idim. Əlrizə Şəmsi idi. Bəli. Beys çalırdı onda Bəli. bizə. Məmməd Abidinzadə idi. Sağ düz demişəm də Məmmədi. Məmməd düz dedi. Məmmədi düz demişəm. Mehdi Məhəmməd idi. Ki onu tanımırdım. O yoxdur. O əslən Təbrizdən getdi. Yəni işi müntəqil elədi və getdi. Bir yol və sonra Bəhram Səfari biz izafə olmuşdu. Bəli. Yəni bu idi tərkib. Ondan sonra gördük ki, buna mücəviz alamırıq. Geçdik, bir miqdar paptar elədik. David gəldi, David Donald xanəndəyə. Galusyan. Sevan gəldi, Quras Eyvanov Qasparyan gəldi. Ağay Əyyub Müqəddəm pişkisvətlərdən idilər. Onlar var idi qurulda. Rəhmətlik Məsud İqbal var idi ki, flutumuzu çalırdı. Peyam-ı tərəssülü vardı əvvəldə Tumba qismətində və sonra da çölə daimən در حال təğyir idi qəziyyə. Məsud İqbaldan danışacağıq ha, yazın. Məsud İqbaldan danışaq. Məsud İqbal yazıram bura. Bir dənə fəqət bir zət deyim indi bizi görüb eşidənlərə. Ərsalan o dövrandan danışır ki, mən danışqa səhəndi danışçısı idim. Həmklasların biri tombək gətirirdi danışqaha. Klasa gecəmiş necə tombək ilə danışqahın nigahbanısına gəlmişdi içəriyə. Bir dana bir həngamə düşdü danışqahda. Mavin fərhəngi vaxt danışqahı səhən deyir, mən qoymaram bu danışqaha caz gəlsin. Tombək. Tombək gətirdi ki, axşam klasa gecədi məndə xuda. O dövrandan danışırıq, dostlarımız bilsinlər ki, hala hava nə mənə idi. Nə mənə idi. Xoş, fikirləsən indi yenə bizlərə məsələn o dövranın uşaqları yığışa bilərlər. Bu mən üçün harayda da buna fikirləşərəm ki, kaş bir gün elə o uşaqları yığışa biləydik. Fikirləsən Zeytun bir gün öcür bir icraya çıxa bilər. İnanmıram. Niyə? Çünki biz zaten o zaman 20 neçə il bundan qabaq bir təfavut fikriyə yetişdik. Təfavut məsirə yetişdik ki, در واقع şey oldu. 25 il keçəndən sonra inanmıram bu məsirəcə birləşmiş olalar. Lap uzaqlaşıblar. Hətta Amac Ənvərinə. Yox, amacla inanmıram ki, məsirimiz uzaqlaşmış olar. Amacla sizin bir gözəl projet var, orada danışacağam. Ha, Radio Nəhəng. Orada danışacağam. Niyə idamə verəmirik o? Amac niyə idamə verəmmisiniz ona? Şu doğudan niyə idamə verəmirik? Hansı durbin yox, Amac Ənvər niyə onu idamə vermisiniz? Niyə onu idamə vermisiniz? Hələ qoy onu danışarım. Bir dənə Məsud İqbalı kamil danışaq. Ümidvaram ki, ehsasat icazə verək ki, axirəcən danışaq Məsudi. Sonra bir ara verək və qeydaq sözə. Biz 98 danışanda Məsud yaşırdı. 98-də Məsud var idi. Bir dənə virtuoz nəvazəndə, Bəli. bir dənə çox karakterli bir insan. Və bir dənə əsən dərdi ki, ürəyimizdə. Bir dənə bizət deyim. Bax, bizim bir dövrə nəvazəndələrimiz çox xodsağıqdədirlər. Bəli. Bu sözü Məsud İqbal İrşadın imtihan mürəbbigərisində dedi bilələrə. Çünki o dövrədəki Məsud flüt çalırdı. Xoş, Təbrizdə flüt çalan kim idi? Biz öz rəhmətlik Aypur Nasi. Allah rəhmət. Yəni ondan sonra bir də Ay İsmailzadə ki, bunlar da xoş çox xəfadə idilər, üzdə dəyirdilər və bu caz flüt çalırdı. Və bunlar hamısını özü öyrəşmişdi. Caz flüt çalırdı, harmonika çalırdı, ya kardemon çalırdı. Bəli, bizim bir dənə icramız vardı ki, bir ahəngin içində bunların hamısını çaldı. Elə Məsuddan tut, Bəhram Səfaridən tut. O zaman kim Təbrizdə dram dəst verərdi? Ya dramın əslən sazın gətirə bilər ki, bu nə mənədir? Nəsli bizdə tut elə mənəm Əli Şəmsidir, ondan sonra Həsən Əbdüləmzadədir. Gitar bərqi Təbrizdə təqribən naşinaxta bir zadıdır. Sən elə bu Afrikada getmisən məsələn, nə bilim, Racəbi keşki fəzai danışsan məsələn. Əlbəttə səfeh misal verdim. Mən dava düşər ki, ey bura Afrika dərnəm də mənə filan. Misal idi ki, misal az bu mənzurum buna gətirirəm ki, çox uzaq bir Afrikada muğamdan danışsan.
Düzdür? Ha o nə bilir Yəni muğam ki, sən nədir? Afrikada Bayat Şirazdan danışsın. Yəni vaqəən burada tərif nəşədə idi, dəlili də var. Nəinki biz əqəb mandiyıq ya filan behman. Bizim burada bir dənə gəpə 8 salı, 9 salı, 10 salı təhrimə musiqi var. Bəli. Bu dəlillərə gedək. Deyirəm bu cür şeylərə indi hamı həssas olubdu. Səhəri şeylə eyvə ilə məsələn Təbrizdə də oyun oldu ya filan yerə. Əbədən bu cür bizət deyil. Mən özümü pişkesvət rak türkü görürəm. Mən yəni bu işdə sümüksündürmüşəm. Və tamamilə təlaşım eləmişəm ki, bu dildə bir taza bir işlərdə əncam verilsin. Hey elə o qəbliki şeyləri təkrar eləmək, bir tazalıqlar da yaradılsın. Və bunu ciddi surətdə buna şey edirəm, özümü iftixar edirəm. Məsuda qeydincə? Məsuda qeydiq. Ki Məsud da o nəsli ki danışırıq, o nəslin biri dənə Məsuddur. Ki öz sazında bir dənə tək, vaqəən təkidir. Məsuddan sonra da illər boyunca flutisti ki der vaqa öcür bərraq çala, öcür özün görsə də biz bu şərtdə görmədik. İllər çəkdi ta hala Hünəristan və uşaqlar indi xop təbiətən indi şərait çox yaxşıdır. Bəd az çünki Hünəristan başladı bala xurucilər verdi şiə. Axı mən müddətlərdir ki, fəzadan ayrıyam. Vəli Ərsəlan o tekniklə o sonoritə bir yerdə indi bir nəfərdə çox çətin tapılar. Mən bir iki dənə bedahi nəvazlərin paylaşdım şeydə, Instada. Ki fəqət onlar ki görməyiblər, görsünlər ki bu adam var idi. Bu adam var idi və bedahə olar çalıb. Bəli. Bedahə o senin üstündə bedahə çaldı. Bir dənə əcib qərib bir dənə melodi. Ona görə həm o nəsildə çox ərzişli bir hərəkətlər var idi. Həmçinin Məsud olan içində çox xas bir cayqaha sahibidir. Çox xas bir karakteri var idi. Sazı çox əcib qərib idi. Mən şahidəm və bilirəm ki, bu adam nə uzun zamanlar gedər. Bəran çox sazın səsi də tizdir. Biləxərə xop Təbrizin o zamanında evdə təmin eləmək olmazdı. Həm sayılar zətlər şahid əziyyət olaydı falan. Məsud gedərdi oturardı Eynalıda, dam başında. 3 saat, 4 saat müdavim flüt çalardı. Sonra gedərdi gələrdi. Deyər dağda çıxıram ki, nəfəsim təxviyə dözsün. Bir yol. Yəni bu cür əzzan gözəşdə halətdə çalışıbla musiqi saxlayırlar. Bir dənə mən xatirə deyim Məsuddan. Xop biz illər Allah səlamət eləsin Çağay Behruz Vəhidyazər zamanı sonralar Orkestr Simfonikdə Məsudla çalmışıq. Bir dövrəyi bir neçə həftələr Məsud olmadı. Deyirəm müsafirətdəymiş ya nə cür. Və bir dana sənədə qalmazı getdi ay Vəhidyazər orkestrə ki biz çalaq. Bunun əvvəlində bir dana çox gözəl bir flüt solosu var və flüt pasajı var. Çox gözəldir. Və biz əsə onu çıxmadıya qoymuşduq. Yəni dedik, bu heç. Məsud yox idi, bir ayrı dostumuz var. Dedik, bu heç, mən də qalanacaq nə inir. O gün ki gəldi təmrinə, yəni səfərdən getdi, gəldi təmrinə, elə bir baxmaqla elə gözəl ifa elədi o. Onu ki, bu çox gözəl bir xatirədir Məsuddan. Nur içində yatsın. Nur içində yatsın. Özü də, ustadı da, mən bilirəm ki, ayə rəhmətli Firidun Purnasi nə qəd Məsudu söyərdi və nə qəd Məsud onu söyərdi. Bəli. Bu iki bu nəsl təkrar olmur, həqiqətən canımızı sıxır. Vaqiyyəti mətləbədir ki, şərait əvəz olubdur. Ona görə nəsl təkrar olmur. O nəsli ki orada var idi, məhrumiyyət ha və məhdudiyyət ha bunların içindən rüşd elirdi. Yəni dirənirdi bir yerə yetişsin özün. Və o dirənməkdə bir əncizə var, bir hirs var ki indi ba şəraiti mövcudi ki hər zatimizin üstündə mühəyyadır, o hirs vücuda gəlməz təbiətən. Hərçənd ki indi vücud çizi مثل Hünəristan falan, hərçənd ki xop Hünəristanın da vəziyyəti çox üstəşac edəndir. Bəli xop var və xurucu verir. Amuzuşgahlar xurucu verir. Amuzuşgahlar Təbrizdə ciddi xurucu verirlər. Ona xatir hər zaman deyirsən ciddi xurucu verirlər. Bəli o konserthay amuzuşçusun o əsasdan yaxşıdır.
Bilirsən nə cürdür? Fəlləyi baxırıq qəziyyə. Və cəryan da fəlləyidir. Və mənim nəzərimə qərar dəyir tamami əfradi ki varid olub bir amuzgaha oradan Beethoven çıxsınlar ya bir də bu ünvanı bir daha xuruci ciddi çıxsınlar. Zaten bu şəhərdə vaxtı Honoristan açılıbdır. Bir nəfər ki istəyir çox ciddi işləsin, mədrək musiqi alsın, elə bilir o məsir təyin eləsin. O ki məsiri amuzgaha intixab elir, musiqi در کنار در واقع بقیه زندگانların işlər qərar tapıbdır. Ona xatir mümkündür özünə də eyb elə ciddiyyət yoxdur. O fərdi müraciət edən deyə deyib. Abi ünvanında gəlibdi bir şey öyrəşsin. Ona xatir intizarımız yoxdur ki, məsələn bir dənə musiqata 300 nəfər hünərci vardı. Bu 300 nəfərin 250 nəfər bətər çalır. O abi 10 nəfər bətər çalsın. Aha. O var. 300 nəfərdən 10 nəfər bir tədad musiqalarımızda var. Ciddi var. Hətta şayad bir işlər az 10 nəfər var. Oldu. Çox bunun hardan görürük? Bunu buradan görürük ki, konservatuvarhay در واقع yaxın məmləkətlərimiz pəziriş edirlər. Pəziriş edirlər və çox qəvi nətayic də gəlir. Çox qış, çox qış. Bir dənə bir otaq fərmanından biz kəsb icazə eləyək. Bir ara verək. Müntəha mən bir sözü deyim sonra gedək. Əslən mənim həmişə arzum var ki, radio müstəşarı qonaq qabağında zəbt eləyək. Yəni böyük stagedə zəbt eləyək. Neçə 100 nəfəri salonda zəbt eləyək. Bu gün o arzu bir baləcənə mühəqqəq olubdur. O da budur ki, bizim bir əziz qonağımız vardı radio müstəşarı stüdyosunda. Cənab Məhmud Purfey sağ olsunlar ki, bu günlərimə bizim qonağımızlar. Yəni həm Ərsalan mənim qonağımdır, həm Ay Purfey. Mənə də çox gözəl oldu. Bəli, sizə də sürpriz oldu. Görməmişdim. Bəli. Xoş, uşaqlar bir ara verək gedək. Bu çaylar yalandandı ya. Xeyr, bu imtahan elin göy yalan deyə doğrudur da. Soruşunca imtahan elə. Bir dənə ara verək gedək. Çox sağ olun. Ərsalancan yorulmayasınız, çox yapışdı. Mənə də. Yaşasın. Danışaq Radio Nəhəngidən. Radio Nəhəng əsən hardan başladı? Mən bir epizod sizə qonaq oldum. Korona zamanı. Və orada biz iqtisadi hünərdən danışdıq. Yeri var elə burada da açaq ha, biraz danışaq və danışacağıq da. Müntəha Radio Nəhəng çox da belə həvadarı var. Çox adam gözü axtarır, danışılır. Mən o arada getdim gördüm Castbox-da da elə çoxlu eşidilibdi. Çox bazı dediyimiz çoxdur. Vəli niyə davamı gəlmir? Bə nə etməliyik biz? Radio Nəhəng vaqiəti budur ki, mən o vaxt tərcih edirdim. Məsələn, bilmirdim sizi bir podcast var və podcast nə mənadır. Bu başlayan zaman. Amaz gəldi ki, bir də podcast işləyək. Deyim, ya nə mənə? Bir yol, deyib ki, danışacağıq. Deyim, xub danışmam, elə danışaram. Daha işim yoxdur. Bir yol, nə cür olar falan. Taza ürgəşdim onda ki, sən podcast adında bir zat var və getdim bir tədadda qəşəng podcastləri tapdım. Və xub biz özümüz oturanda elə bir məsələn bir seri qruplarını akt eləmək, bir seri musiqini akt eləmək, fəlsəfi hünərdən danışmaq, bu ki məsələn ittifaqları bir seri məsələn bu niyyət bu ittifaq düşdü, niyə o ittifaq düşdü, o albom bu albomdan qəşəngdir, dəyir və bu cür söhbətlər. Bu söhbətlər çox olardı və çox da tuğlanı olardı. Və bu idi ki, amacım pişnahadı ilə deyir, biz bu danışmaqları danışıq, bunu paylaşaq söyənləri ilə. Çünki məmulunda danışanda elə birah danışmazdıq. Biraz səylərdik ki, yaxçı nəticə girixlanla duraq. Ya bu dedik podcast eləyək və başlandı. Nəhəngin adı da hardan gəldi heç bilmirəm. Əsən yadıma gəlmir ki, niyə adını Nəhəng qoyduq. Logosunu kim işləyib biləcək? Amac öz işləyib. Amac çox xas bir fərddir. Bir nəfər ki, mən bir adamda belə istedad bir yerdə görməmişəm. Nə məniyə əl qoysa, binəzirtərin haləti mümkündür icrələr. Musiqi əl qoydu, çox binəzirdir. Karhay grafikidə çox əcib qərib, gözəldir işləri. Sinemada zaten dədə-babadan gəlmə biləsində bir şey vardı. Bizim 86 filmimizi, konsertin filmini Amac özü işləmişdi. Yəni,
səsin çıxaq ki, tıpqı məmul qəşəng dəyirdi. Təsvirlər ciddi surətdə o zaman məsələn elə Avropa işlərlə qabili qiyasdır. Çox gözəl şeylər vardı, zehniyyətlər vardı. Və nə məni el qoyanda vaqəən ondan gözəl bir nəticəyə əl tapır. Ona görə mən namazla işləməyə həmişə söyləyəm. Bu yol və nəhəngidə başladıq. Əvvəl gərərdi bir tarixə musiqi mayələndə, hətta tarix musiqi raks mayələndə bizzat gedək. Dəydi bir müddət Təbrizdə bətər şeyə ki, o Makam Bənzat gəldi burada bətər satdı, o filanı Behman bətər haşiyələr çıxdı ki, o niyə satır? Biz məsələn Təbriz çoxları satmır. Bir dastandan 97-nin yayında. O doğru şeydi. Biz gördük ki, biz də bu bəhslər edirdik ki, furuş nə mənadır filan ki, sizinlə də bir cələsəyə getdik dərbarədə iqtisad hünərkəsdən furuşlar nə cür ola bilər? Niyə nə cür o furuş məhsul hünərini eləmək olar, kontrol eləmək ya düzəltmək filan. Və yavaş-yavaş çəkildik bir ayrı bir bəhslərə be namı hünəri xub. Bir neçə epizodu be namı hünəri xub və səy elədik dostlardan kömək elək. Siz var idiniz dərbarədə iqtisad hünər ayə Yaşar Şadxurdan. Bir cələsə şeylərdə az babət məsələn klassik musiqi və caygah musiqi klassiklər Təbriz nəzürüdür. Nələr çəkdi der vaqə o borheyç işlirdi. Aysədik Cəmaldan istifadə elədik bu ünvanı təhiyyə konəndəyə bir tədad konsertləri ki bərgüzar olur. Bu cür da bir tədad bir şahid də biləzə qonaq oldu. Hə şahid boyunca. Şahid ilə qərardı bir epizod işləyək ki də qaldı da elə cür. Ondan sonra da korona gəldi. Biz çox bətər bir yerdə yaşanmadıq o filan o Behman bu cür bir dastanlar oldu və qaldı ki da indiyə. Yaxşı, axı neynəməliyik? İdamə verin axı. Amaca deyin. Amaca nəzir deyə. Amaca deyin gəlsin də, nə olar? Yaxşı. Əlbəttə mən çox xəyal verdim biləsən. Vaqəən başı qarışıqdı. Amac biləxərə bir barədə fəzai kar olub ki, çox dərgirdi işinə və yetirənmir. Mən də hakeza vaxt eləyəndə də bir-birimizlə vaxtımız cür gəlmiş. Ya mən beçaram deyim sabahca amac deməmişim var, ya amac birdən zəhv verir ki, sabah varsan gəlim, mən deyirəm mənim işim var. Bu dastanı bir yerə çatdıramırıq. Bu cür getsəz olmayacaq. Olmayacaq, olmur da. Əsən content işi öcür ki uzaqdan baxılır dəyir. Ki hala bir daha bir mikrofon ola, bir daha da kart soğutuyor ola, hərdən bir daha da podcast. Elə hərdən bir cür olur da. Yəni bu gəh gün ayrıla, zaman ayrıla, çox ciddiyyət istəyir. Sonra axı kontentə uzaqdan baxan deyib, bir daha mobil deyib, bir daha da yaxa mikrofon deyib, danışırlar da. Halbuki bir cür deyil. Çox ağır bir daha. Həqiqətən Ərsalan, mənim intizarım var bu yolu idamə verəs. Lütfən bu yolu idamə ver, bu daha qəşəngdir. Ciddi surətdə bəynaməmdə var. Bəli. Ki bu ili qutaraq cənə əldən bu cəriyana bir dana bərnamə ayıraq. Bəli. Arzum budur ki, Amaçda da o fürsət olsun. Çünki biləxər Amaçsız olmayacaq bu iş. Amacın fikridir və Amacın mücrigərisi, Amacın xət verməyi orada çox mühümdür. Söhbətləri ki, der vaxtı şey eləyir, evdəydi mikrofona. O söhbətləri mövzunu yaratmaq, fəzanı yaratmaq çox mühüm bir zətdir. Mən öz adıma və Radio Müstəşarın herfeyi timinin adına, yəni Mir Miladi Mehdizadə və Miladi Keyvanfər adına, Keyvanmehr adına, bu cəryanı var deyərəm. Miladi Keyvanmehr adına sizə söz verirəm ki, əlimizdən gələn köməklidir, biz elə yapmayız. Təşəkkür edirəm. Mersi. Xoş. Mən hətta səy elərəm ki, sizin bu gözəl studiyozdan istifadə eləyək. Sən özləri razı Ey bəsa bir iki dancələ sən bir şəkildə zəhmət verdik sizə və təsviri niyə ki yox. Bura özləri razı istifadə elədik. Əlimizdən nə gələrsə xidmətçidə var. Xoş, Ərsan, sizdən bir dənə gözəl albom müntəşir oldu. Həm O var, həm A var. Yəni barok ya barrak. Və bilirəm ki, sənin şahidlərin burada çox gözəl barok qətələrin gitar elektriki ilə çalıblar. Siz gəlməmişdən qabaq dostlarıma deyirdim ki, Ərsalan çox nadir müdərrislərdəndir. Müdərris, yəni musiqi müəllimi. Ərsalan çox nadir musiqi müəllimlərindəndir ki, şahidlərin elə becərdib ki, aparıb studiyada çaldırıb və onlardan bir dənə əsər çıxardı. Çünki stagedə şahid çaldırmaq bir dastandır, studiyada çaldırmaq bir ayrı dastandır. Mən bu albomu çox bəyənirəm.
İdəsi hardan gəldi? İşləri nə zaman görüldü, nə cür görüldü və sonra gələcəyim bu albomda çalan dostlarımız bunların bizə Bunlar var. mövzusunda çox tər danışaq. Gözəl. Mən klassik musiqisini çox sevirəm. Bəli. Dərkənarı rock musiqisini də çox sevirəm. Klassikə çox vafir əlaqəm var. Tarixi, nərdəki oxurduq bu hər hal. Tarixi musiqiyə qərbdə bir gəzişməmiz olubdu. Və dövranhay musiqidə barok hamısından çox sevirəm. Çox ürəyimə yatar, çox irtibat bərqərar elərəm. Və xub belə az texnikal da vaqəən cüzvə yuxarı dövrələrdir. Bir iki dənə işlərdən çox zaman bundan qabağı fikirəm. Onda Orkestr Simfonik Təbriz də vardı. Hətta Yaşar Şadburu da dedim ki, mən bulan bir ikisin baxdan fikirəm, bir badineri idi, bir də eğri. Bunlar çalmışam. Gəl bir iş görək orkestrlə çalaq bunlar. O vaxt. Yadıma çox il qabaqdı. Gəlin bir 15 il olar hətta əgər. Bəli. Bir yol. Çöylə özürdə qaldı işte, dalısını tutmadıq. Və baxır bu qəziyə özümə bir daha proje eləmişdim ki, mən bir dənə albomi verim bu adda. Bəli. Böyle teknevazı özüm olum və bu işlər için der vaqa səy eləmişəm ki, formatı klassikdən çəkəm gitar elektrikin üstündə bunu şey eləyəm, bunu çalam. Kilasda bir üç nəfər uşaqlardan vardılar, çox qəşəng işləyirdilər. Mən bu qətələri ki, özüm üstləndi işləmişdim. Bu ünvanı gördüm qəşəng işləyirlər. Bu ünvanı etod verdim bunlar çalsınlar, bir qədər barmaqlaşır. Gördüm çox qəşəng çaldılar. Bəli. Yəni həddi etod nəvazıdan keçdi elə çalır da. Bir yol və oradan bu fikir əldə etmək ki, niyə ki bu albomda bunlar çalmasınlar? Bizim çalmamız çox eşidiblər də və der vaqiə eybəsə o səhnələrimizin axirləridir. Üzcə səhnəyə təhvil verək özümüzdən sonraki nəslə də. Qoyulum mən bir şey mərifə eləyim ki, məndən sonra səhnə kimindir. Və qəşəngdə bu ittifaq düşdü. Qəşəng bu ittifaq düşdü. Gözəl oldu. Bu albomu siz nə müddətdə işlədiniz? Nə vaxt zəbt elədiniz? Kim səsini götürdü biləcə? Bu mühümdür. Hamısını özümüz işlədik. Aha, yəni özüm işlədim. Zeytunda, Amuşqa Zeytun. Amuşqa Zeytunda işlədik, öz stüdyoya daxil Amuşqada. Səda Bərdar özüm işlədim, tamamilə tənzim falan və mən hamısı özümdən idi. Soloları fəqət uşaqlar çaldılar. Bə izafəyin ki, Puyay Cahan Arabiqətədə piano həmrahlıq elədi biləmizi və Bita Lotfi Biqətədə harpsikord həmrahlıq elədi biləmizi. Bu albom satdı? Ya yox, elə hədiyyə verildi. Çünki mənə hədiyyə yetişib ona görə. Özür ki, gərəksə albom indi mənən əsən albom CD şəklində satılması əsən belə bizət yoxdur. Hətta elə Avropai qruplarda, yəni xarici qruplarda çizi bənamə furuşu əsər da şey deyir, məcəlin ki, Spotify-dan qulaqsız, o artist Spotify-dan pulunu alır. YouTube-a qoyur, pulunu YouTube-dan alır və təbliğ olur icralarına, sonra icradan dərvaqə pul götürürlər, nə xodu albomdan. Bizdə mütəəssifانə üçün icramız yoxdur ki, oradan pulunu götürək, fəqət elə Spotify-a qoyduq. Və satılmaq ki, sağ olsunlar, dostlar, aşinalar filanlar olar ki, məsələn, Dörbərdə tanışırdılar. Nüsxayı fiziki sən elədilər təhiq eləsində bu ünvanı yad budur, yadigar. Vəli elə o həddə oldu. Yəni ondan çox furuşu olmadı. Vəli Spotify-da, ondan sonra SoundCloud-da filan bu platformhay şeydə çox qəşəng viewları vardı. Çox gözəl. Bir dənə sual soruşacağam. Bu sualı mən elə müstəşar qonaqlarından soruşaram. Sizə tay dünya görmüşlərindən, öz sahələrində başuca çıxmışlarından soruşaram bu sualı. Sonra gələk bu uşaqların mövzusunda danışaq. Əslən gələn nəsli yox, taza nəsli də. Taza nəsli nə cür görürsən? Çalışları nədir? Valla nəsl deyəndə o bizim zamanda məsələn nəsl 10 ildən bir fərq elərdi. Nəsl 50 idi, nəsl 60 idi, nəsl 80-dan belə əmələn məsələn 1 ildən, 1-2 ildən bir nəsl əvəz olur. Bəli. Yəni nigərişlər əvəz olur, nəvətli zindəqanlıqlar əvəz olur, bərxurdlar əvəz olur. Çox çiçili bu bazıya tərifə nəsl. Ona xatir bilmirəm hansın məddə nəzər alam. Bəli, hətta gəl bilirəm ki, 80-ları ki, indi ərsəyə yetişiblər. در واقع o nəsli cavan və nəsli əsasi ki, payəhay bir dənə camiəni təşkil verə bilər. Nəsli rəvəndədir, nəsli puyəndədir, nəsli
در واقع çalışırlar, olardılar ki indi çalışırlar. Bunlar 80'dılar. Bir yol Yəni indi dövran bunların dövranıdır. dövran bunların dövranıdır. Yəni o birisi nəsl biraz hələ çiçikdilər. Vəli xop adam görür ki, bunlar da gəlsələr bir ayrı bir dastanın Bəli. müvaciə olacaq, ayrı bir nəslə müvaciə olacaq. Xassələr ayrı bir zətdir, nəhvi bərxurda ayrı bir cür təfəkkürə fərq gəlir. Və 80'larda mən bir dənə məntəqi cərayi çox aşırı yuxarı görürəm. Hər zaddan çox net, rahat, بدون tarif bərxurd edirlər. Bəzən bizlər çırıxırıq. Deyirik bəlkə bu nəsl məsələn ehtiram bilmir. Bizim zamanda xop ustada bir ehtiram ayrı bir cürü deyəcək. Məsələn dollar asçı deydik qabağında təzim eləydik ki, eyvah ustad gəldi filan. Bunlar da yoxdur. Tarif eləmir. Vəli dərində baxanda bir ehtiramçılıq da eləmir. Bəli. Ona xatir mən bilərlə rahatəm. Yaxçıyam. Bilirsən, mənim soruşduğum bunların mənişləri deyil. Yəni heç nə indi bura yeridir, nə Bəli. Məsələ həmişə dəstavərd məsələsi. Əsər məsələsi. O yoldan gedənin ayaq izi çox mühümdür. Bəli. Əsər babətindən mən ehsas edirəm bu nəsildə bir nəsllə tərəfuq ki, çox beləhazı texnikal yuxarı bir şeyə əl tapıb. Çünki texnoloji əllərinin altında vardı və çox hər şeyə çox rahat əl tapırlar. Və yuxarıda texniklər vardı istəyəndə. Amma به خاطر bu ki çox az mütaliələr vardı. Və tamamiyə ittiliatları və mütaliələr sərcəm yığışır Instagramın 4 postuna. Xəllaqiyyət keçir sıfıra. Bəli. Çünki xəllaq zehn odur ki, çox şey bilə, çox şey başara, çox baxış açılarından bizə də baxa bilə. Bəli. Bunlar 4 dənə Instagramla və ya eybəsə 4 dənə məsələn elə məqalə və filanı behmandan çox bətər olsa, bununla təğziyə olur zehnləri. Düzdür, biraz texnik çox, musiqi havzasında danışım. Eybəsə bətər texnikal çalırlar, ondan sonra nəvazəndəgiləri eləyə bilər. Yaxşı saz var əllərində çox olur. Yaxşı söz var əllərində. Eləyə bilərlər belə az nəvazəndə olmaq, sözlər olsun demək. Amma belə az tolid əsər, necə ki görürük, getdikcə biz də əsəri görmürük. Əsəri mandegari görmürük. Mənim nəzərimə getdikcə buna müntəhi olur ki, bu vaxtı ittilaat yoxdur. Vaxtı adını qoymuram, بیسوادی کمبود منابع اطلاعاتی و کمبود o içəridən o istemaq ki, mən gedim bizatları ələ gətirim, bizatları bölüm. Bu da yoxdur belələrində. Çünki açır interneti, ittilaat naxastə də bir cür xarıltı ilə gəlmən zehninə. Hətta naxast ittilaat. Dəqiqən. اطلاعات خودخواسته و اطلاعات düzü əslən ehsası niyaz eləmir geçsin də azsın. Bəli. 4 ta roman oxusun, o romandan təxti təsir qərar tapsın. Tərcihən bir seri elə filmهای ki, خب indinin də sineması vaqən faciədir. Ona xatir o bazə nəgəriş hünərdə qərar tapanmır ki, bir daha nəgəriş hünəri ilə əlindəki o gözəllikdə texniki o şeyləri təbdil etsin bir dənə əsər mandegara. Bəli. Bir dənə də mən bir zət artırım. Mənim nəzərimə bu nəsl mücavirəti hünərdən çox uzaqdır. Çox uzaqdır. Yəni siz məndən daha yaxşı bilirsiniz ki, bir şair gərək bir 5 dənə tablo nəqqaşi görə ta yaza bilər. Bəli. 2 dənə də roman oxuya, 2 dənə də əsəri hünəriyə qulaq asa, onlara qulaq asandan sonra yazdığı şeirlə qulaq asmadığı yazdığı şeirlərin çox fərqi var. Bu nəsl o mücavirəti hünərdən bərxurdar deyil. میان sözün mühdə mən dəqiqən bu rəvəndi ki görürük buna xatir bir seri dorahay tarixi hünər bərgüzar elədik ki, elə bir seri karhayı o zaman o təbliğatdan zanda sizdən kömək aldıq. Ehsas edirdim bu çox lazımdır uşaqlara. Mütəəssifانه indi bu 1 il yarım 2 il əxirdə eləyənməmişəm bu cəryanı idam verəm. Baxın bir miqdar bu işlər çoxaldı, kitabın çıxışı, albomun çıxışı, ondan sonra konsert o filan o behman bu cür bir başım qarşı eləyənmədim. Bəli, bərnaməmdə var bu qəziyə çoxaldı. Hətmən idamə. Hərçənd ki
az gəlirlər. Ey belə ki, məsələn, adamın Elə zehnində var Ərsəlan ki, sözünü kəsirəm, o gələnlərdən bir şey çıxacaq Çıxar. ha. O gələnlərdən bizə çıxacaq. çox sördüm bunlar gəlsinlər, muzik işləyir. Olmaz ki, mən muzik işləyirəm, nəqqaşdan hesab bilməyəm. Bəli. Olmaz ki, mən nəqqaş işləyirəm, muzikdən hesab bilməyəm. Olmaz ki, mən sinema işləyirəm, sinema ilə muzik bir cürdür bir-birinin içində. Nəqqaşı ilə musiqi bir-birinin içinə giribdir. Teatr ilə musiqi bir-birinin içinə giribdir. Biz bunların hamısını cəhbilək. Yəni vaxtı var idi dünyaya hünər oluruq. Olmaz bir şaxədə fəaliyyətimiz olsun, o bir şaxədəsə bilməyək nə keçir. Dəqiq. Ona xatir çox təlaşım olacaq ki, genəldən dobara bu şeylərə başlayım, bu dövrələrə başladam. Və əlimizdən gəldiyi qədər o ki, savadımız icazə verir. Uşaqları bir miqdar OBC sahələrlə də aşina eləyək. Hətta gəl bunların bir yerdə olmağın görsədək bilələrini. Çox qəşəng. Ərsəlan, sənin 2-3 dənə şahidlərin çox gözəl çalırlar. Həm gözəl çalırlar, həm fikrimizdə indi bala-bala müəllimçilik də eləyirlər. Ərsəvət ki, Aylini şu an mütanış da bala-bala Aylin Zənciri də sitarəyə səhnələr olubdu. Aylin xoşbəxtانه istədiyinə yetişdi. Bursiye Dövlət Türkiyə qazandı və indi konservatuar Ankara'da gitarı elektrik idam verir. Mənim iftixarım budur ki, Təbrizdə Aylin şey oxumuşdu, hünəristan oxumuşdu. Bərhal piş zəminə musiqisi var idi. Dərtə İncəl Hünəristanda oxurdu, gitar elektriki mənlə işlədi. Və iftixar edirəm ki, eləyə bildi, ora geçsin, yetişsin. Nə gözəl. Bizdən Aylin Zənciriyə bol təbriklər. Və sizə də onun ustadı müəllim adına çox təbriklər. Çox gözəl bir təcrübə idi biləmən ki, biləxir uşaqlardan biri vaqən getdi o gərəkicə layiqdir. Hərçənd ondan da yuxarılarına layiqdirlər uşaqlar keçsin. Sədraya gərdəşik. Sədra indi elə öz musiqamızda dərhal tədrisdir. Özü də bir balaca bir studiyo manəndi vurub və gözəl eksperimental işlər əncam verir. Ehsas edirəm yavaş-yavaş ondan gözəl şeylər eşidəcəyik. Bəli. Çün özü də mütaliəgər bir uşaqdır. Bir daha da gözəl xasiyyəti var ki, öz nəslində elə bətər görmürəm, Instagramı yoxdur. Bəli. Bu bir dana böyük xasiyyətdir. O nəsildə ki, irtibatı oradan qırasan çox hesabdır. Və varmış, kəsibdir. Vardı. İndi təqribən bir ildən çoxdur ki, bağlayıbdır və oradan təğziyə ittilatı olmur. Kitab oxur. Özü kitab oxur, filmə baxır, nə bilmirəm. Yəni düz mənbələrə əl tapır, nə oradakı yalançı mənbələrə. Bu bir daha böyük mənim rüşduna köməkdir. Bu 2 nəfər Aylin Zənciri ilə Sədraya gərdəşik. Bu 2 nəfər sizin o səhnəni elə götürmüşlər başlarına. Mən bəzi yerdə deyirdim bəs ki, Ərsəlana indi də çarpaya gətirəcəklər. Deyəsən sən otur burada. O ki, bunlar gözəl səhnədə gedirdilər özbüyüzə. O gitarın simini çəkirdilər, mikrofonun simini canı çəkirdilər. Mən sən orada qoca görürdüm. Yəni bu uşaqlar o şuuru hallı, o səhnəni dolandırırdılar. Çox cəzzab idi. Mənim özümə də çox xoşayənd idi. Çox əsən o icrada fəqət istəyirdim o görəm. Bəli. Fəqət istəyirdim o görəm ki, xop da mən vaqəən sən necə işdi biləmizdən. 85-də, 84-də mən qaça-qaça vaxtı girdim səhnəyə Təbrizdə. İndiyəcən Təbrizdə heç kəs qaça-qaça Təbriz sənə girməmişdi. Və o zaman da bisim şeylər yoxdur ki, gitar bisim hərəkət elə sonra tapıldı. Yadıma gəlir, getdik Çel Sütundan 20 metr sim aldıq, 20 metr. Ki mən poçta səhnədə amad olam, uşaqlar ahəngi başlayırlar. Mənim solomun vaxtı üçün mən qaça-qaça gələm səhnənin avansında duram və Petroşimicrazda da, bəli. Bir nəfər də dalda bu cür simi yığmışdı, əndə saxlamışdı ki, mən qaça-qaça daldan bu cür gəçsin o simi ki, ilişməsin elə yağımıza. Bəli, ilişsəydi bətər olardı. Bətər olardı. Niyəcən deyərkilərdi o. Bəli, ilişsəydi bətər olardı. Xob, Ərsəlan, indi dəqiqən neçə yaşın var? 47-48-də geçirəm fikrim. Hangisidir biləxə? 48 tut. 48. Bir yaşda nə izah elə yaddan çıxır. Nim qərin təcrübədir da. Ali. Bu yaşa gəlmiş bir həsrətim var. Çox. Birin, ikisindən. İstədiyim səhnəyə çıxmadım.
İstədiyim studio zamanında olmadı. Çox sonra gəldi. Elə ki də haldan düşmüşdüm. O zaman ki mən gərək albom verəydim, o yox idi. Və eləyəmədim o albomu ki, söyürəmi verəm. Sonra da gəldi, özələm yox idi. Ondan sonra heç sadə zamanında olmadı. İstədiyim sazım zamanında alamadım. Bu cür. Heç saat zamanında gəlmədi. Ona görə hamısı həsrət qaldı. İndi çoxu varım daha. Və O dadı vermir. həm də o indi nə indirəm onu. Bildim. Və bunun bərəksi, elə bir zat vardı ki, deyəsən elə bu mənim həyatımın gülüdür bu. Bu mənim həyatımın elə bu məni görər. Bu məni görər. Uşaqlar. Uşaqlar. Hünərcülər. Aylin, Sədra, Melika, Armin. İndi adımdan çıxdanmasın deyəm. Əli, hamısı. Bəli. Bəli. Bunlardır. Bir dənə bir şey məni niyaran elədi. Yəni səndə bir qocalıq tozu oturub. Oturub ondan qurtulamıram. Heç nə deyəm ki, duracam falan. O enerji hələ gəlmir biləmə. Bunu gələn bir danışaq. O enerji Allah gəlmir. səlamət eləsin Rami məclisini. Bu bir də otaq tarik aparar. Gəlib oturub danışaq bunu. Çün bax mən bir nəfər bu ünvanı sənin həvadarın, sənin dostun, sənin musiqivin həvadarı. Mən bu rahatlığa qəbullanmaram ki, sənə qocalıq tozu qonmuş olsun. Qocalıq tozu deməyək, Aydın. Yəni şeydir, elə həmin bayaq dediyim sözdür. O həsrət o şeylər ki, gəh zamanında olaydı, vəli yox idi. Yəni mən o bir dənə bir söz deyim ha ki, mənə ümid verir. Mənə ümid verir. Sən bu əvaxir həyat tərzində bir dəyişikliklər yaratmısan. Bu qocalıq tozun silkələyəcəkdir. Ola bilər ki, o. Mütməinnəm silkələyəcəkdir. Və mən o gündə gəldim Amuzuşka, sən bu dəyişikliklərdən danışdın, mən çox fərahlandım, çox ləzzət apardım, çox sevindim ki, bu ittifaq düşür və bu təsmimə sən yetişmisən. İndi də gəldin stüdyomuza, sən bir dana bir şirin bizzat yemədin, çaydan sonra heç zat içmədin ki, bu bəllidir ki, bədənini qorumaq halındasın. İstəyirəm biraz belə bayaq dediniz, mən orada ehsas elədim ki, çökmüşəm. Ki səhnədə uşaqlar o cür oynurdular. Bəli. Mən o idim ki, illər boyu səhnələrdə qaçmışdım. Və gördüm qaçamıram. Məsələn, dəbəşənmirəm. Nəfəsim icazə vermiş. Dəbəşsəm oxuyamayacağam. Bir yol, o bir dana zəncə xətər oldu biləmə. Deyim, mən gərək qeydəm. Bəli. Biz yaxında sizdən nə əsər gözləyəcəyik bundan sonra? Bir dana albom üstündə işləyirik. Qədim işlərdən. İşləyirik deyəndə, yəni kimlər? Miladına. Milad. Çün əmələn bu əvaxirdə prodüser edər vaqı mənim işlər, Zeytun işləri Miladıdır. Bir yol və mix o, mastering o, bunun əslən mediada paylaşılması filan behman hamısı Miladlandır. Bir yol qədim işlərdir. Hətta el işlərdir ki, mən Zeytundan qabaq yazmışam. Qəblən ki, Zeytun təşkil tapsın. Və 60 mücür qalıbdır. Bəli. Və bir surət şansı bu il nə mənə axtarırdım ki, birdən bunlara rast gəldim. Gördüm, nə qədim iş var. Gülmaq üçün göndərdim Milada ki, bax gör nə mələr tapmışam. Bunlar məsələn 75-də yazmışam, 74-də yazmışam. Çox zaman bundan qabaq. Və Milad çox əcib söz, mənə zəhvirdi. Höl halətdə, elə məsələn bizə tapıbdı. Bunlar hardaydı filan behman, neyin yaxbaq deyim, o çox avan işlədi, məsələn dərdə dəyməz. Dey yox, bunlar xahişəncə işləyək üstləndə bir də albom eləyək. Və indi onun üstündə işləyirik. Nə gözəl. Bilmirəm havaq qutula, vəli yaxın zamanda fikirəm bir balaca EP albom şəklindəki bir albom. Oldu. Çiçi albom şəklində Mən paylaşacaq. hissivi dərk edirəm Ərsalan. Mən də bir iki həftə qabaq, elə bu dostlar da dəftərdə idilər, Ay Mehtizadəcil. Mən də qədimki şeirlərimi tapdım bir də. Əlbəttə mənim Vağan dərdə deyən dəyərlər ha, yəni o yaşda yazdıqlarım. Bəlkə mən 76-77-in şeirlərini əli tapdım. Mən Çox əsas qəşəng edirəm ki, hissi biz var. özümüz bilmirik ki, onlar dərdə dəyən deyə yox. Ətrafın baxan dairə nəzər, çünki özümüzə o hiss ölübdür.
Bəli. Ona görə də irtibat quranmısan ondan. Bəli, bu ünvanı bir daha əsər, bu ünvanı bir dənə iş. O tərəfdən baxanda ey bəsa keş, öcürdə deyil. Sən maya qoy biz oxuyaq, görək. Biz görək nədirdir. Tamamdır. Bir dənə təkrarı hamıdan soruşduğum sual. Təbriz adı səndə nə hiss oyandırır? Bilmirəm. Hər şey var içində. Hər şey var içində. Bir daha kəlmə ilə deyənmərəm. Məsələn, deyənmərəm. Özüm varam içində, uşaqlığım var içində, anam var içində, babam var içində, söydüklərim var içində, ağladıqlarım var içində, güldüklərim var içində, nifrət etdiklərim var içində. Hər şey var içində. Ona görə bir daha hər şeydir. Bir dənə sualım qalır, Vəli, ondan qabaqçı sual. Mənim soruşmadığım Vəli sənin demək istədiyin bir zat var? Yox, bilmirəm. İndi yox. İndi yox. Xeyli xoş. Və bu o axır sual deyil ha. Radio müstəşara hissin nədir? Sağ ol ki varsan. Yaşarsın. Sağ ol ki varsan. Əslən fikri də gözəldir ki, belə bir ittifaq düşsün. Əlbəttə mənim tək əlimdən səs çıxmadı ha. Bu dostlar vardılar ki, səs çıxdı. Bir dənə bizət deyim, tarix hünər qərbi biz vaxtı oxuyanda nəfəraتی o zaman varmışlar, mesela Vasari. Ki öz zamanında, bu müasir Da Vinci'dir. Bəli, oturur Da Vinci'ni tarix edir. Oturur yazır ki, bizim şəhərdə bir nəfər var, bir cürdür, bətər nəqqaşlıqları. Ona xatirdir ki, biz indi bilirik Mona Lisa tablosunu kimə çəkib, niyə çəkib. Ona xatir biz bilirik ki, bu adam kim imiş, nə imiş, nə inibdi. Və. Yəni, bəli, bizdə elə bizət yoxdur. Çox azdır, demirəm yoxdur. Var, çox az var. Tarixi müasiri yazmaq çox mühüm. Tərəz tarixi gözəştəyə qeydib şey eləməkdir. Tarix müasiri diriltmək çox müəssir, çox mühüm bir zatdır. İndi gözə gəlməz. Sonralar gözə gələr ki, biri gələndə baxar ki, Təbrizdə nə ittifaqlar düşüb, kim gəlib, kim gedibdi. Hətmin radiosu müstəşara bir dənə istinad ünvanında qeydər. Bəh, mən bundan çox nə mən istəyirəm həyatda. Yaşasın, amma son sual. Xət başlar nədir? Bilmirəm. Biraz mənim üzüm çox yekədir, girdə və keşidə formu yoxdur. Bunları xət başlar cavabında eşidirik ha, qulaq. Bizadla cək kadra düşədə, kadrdan çıxanda çox şey olur. Təsviri cəlib olmur. Bəli, indi də çox cəlib olur. Sən eləmişəm bizə kadr eləyəm. Çox qəşəngdir. Xoş. Ərzəlancan, mən tamamam. Əgər sizdə bir söz söhbət vardı, buyurun. Mən təşəkkür edirəm. Gözəl axşamakı bizə yaşatdı. Bəh yapışdı. Qurban. Bəh yapışdı. Sağ ol, var ol, yolunuz davamlı olsun və inşallah sizdən çox oxuyaq, çox eşidək, sizlə çox danışaq. Arzum budur ki, elə olsun ki, biz gələn il bu vaxt yaq ki, ay bala bir Ərsəlana bir deyəydik gələydi radio müstəşara. Bu bir ildə bir siz nə işlər görüb bu adam. Çox söyürəm ki, o ittifaq üçün. Həttəmən. Sağ olun, var olun, yorulmayasınız. Dostlar, yorulmayasınız.